ki, vətən üçün canından keçən qəhrəman şəhidlərimizin ocaqlarını ziyarət edərkən ziyarət qardaşımızın da ocağın yaddan çıxartmadıq. Bu gün ziyarət qardaşımızın ocağında olmağımızın məqsədi şəhidimizin anası, vətən uğrunda keçən qəhrəman şəhidimiz Osmanın anasının ad günündən gələrkən dərhal özümüzə borc bildik ki, gələk ziyarət qardaşımızın da ocağında olaq. Bu gün təsadüfən Yasər qardaşımızla bu ocağı ziyarət edərkən qardaşımız dərhal şəhiddə şəkili görən kimi dedi ki, mənim döyüş yoldaşım və mənim Çin yoldaşım olan ziyarət qardaşla mən bir yerdə xidmət eləmişəm. Biz də özümüzə borc bildik elə ilk sözü bizim Yasər qardaşımızdan götürəcəm. Dəyərli şəhid atası, dəyərli şəhid anası, hər ikisinin qarşısında baş əyirəm. Mənim hərbiçi qardaşım, bugün sizlərə də borcluyuq, haqqınız ödənilməzdir. Bugün elə şəhid valideynlərindən söz götürməmiş, bizim ziyarət qardaşımızdan Çin-Çinə xidmət edən Yasər qardaşımızdan söz götürəcək. Çünki Yasər qardaşımız onunla olan xatirələri var. Hal-hazırda qəhrəman şəhid ata-ananın yanında özü söhbət edəcək. Buyur Yasər. Allah qəni-qəni rəhmət eləsin. Ziyarət qardaşı. Allah dünyasını versin, məkanı cənnət olsun. Yəni dediyim kimi yaşmada bir yerdə olmuş olub. Mən həmişə gəlib deyirdi, nəsə lazım olsa deyirdi, mən buradayam. Bir yerli kimi. Yer kimi. Yəni Allah rəhmət eləsin. Onu da gördüm, özümdə pis oldu. Xidməti zamanı necə ziyarət deyəndə hansı xatirələri sənin ən çox yadında qalıb bugünkü gündə? Çox gülər üzü idi, gülürdü. Biraz da maşın xəstəsi idi, ancaq maşın nailiyyətdir. Yəni hər zamanda gəlirdi yanında bir belə deyim də yerli kimi. Zemi deyirlər orada. Hə, yəni nə çətinliyin olsa, bəli, bax bu günləri Yasər qardaşımız, ziyarət qardaşımızla Çin yoldaşı olub, xidmət zamanı xidmətdə olub və hər zamanda yanında gəlib deyərmiş ki, nə çətinliyin olsa, mən bir yerli kimi yanındayım. Həmişə gülərüz olub, həmişə özdə maşın sürmək. Əlbəttə, bugün ziyarəti dünyaya gətirib, əziyyətini çəkib və bugünkü günə qədər bir qəhrəman anası olan istərdim anamızdan söz götürək. Buyur. Əvvəla xoş gəlibsiniz. Var olun. Çox şad oldum. Yasər balamız bizə qonaq gəldi. Elə sandım ki, elə ziyarət gəldi. Onun iyin aldım. Qismət. Söz yox, valideyn üçün çox çətindir övlad itkisi. Ancaq başqa bir tərəfdən də baxanda, yəni fəxr eləyirəm mən oğlumla. Var olasın. Mənim oğlum vətənimizin ərazi bütövlüyü uğrunda, onun torpaqlarımız uğrunda, onun bir dənə şüarı var idi. Deyirdi, ana, söz yox, 30 ildə alına bilməyən torpaqları biz 44 gündə aldıq. Ondan da əlavə biz ana bacılarımızın namusun, qeyrətin geri qaytardıq. Aburun, ismətin geri qaytardıq. Bəli, bəli. Hə. Ona görə mən oğlumdan fəxr eləyirəm. Allah Vətən rəhmət yolunda canından, qanından keçdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların yeri cənnət məkan olsun. Anam, bu gün də 26 fevral Xocalı faciəsidir. Bax, bu günü sizlərdə olmağı da özümüzə borc bildik. Həqiqətən vətən üçün canından keçən, vətənin sevib təki vətən sağ olsun deyən qəhrəmanlardan biri ziyarət qardaşımız. Hətta 2-3 dəfə yaralansa da belə geri dönməməyi özünə borc bildi. Ancaq irəli, torpağı, vətəni, üçrəyli bayrağı və ana bacılarımızı namusu qiriyyəti üçün ancaq irəli gedib, azad edərək, şuarım odur, ay ana, ay ata, mən geri dönməsəm də təki vətən sağ olsun deyən igidlərimizdən oldu. Var olasan anam, sən elə bir anasan, qarşında baş əyirəm. Bugün vətənin dar günündə oğlundan keçən bir analardan da biri sizsiz. Bax, bu günləri Yasər sənin üçün elə bir ki, bir ziyarəti yaşatdı. Ziyarət həqiqətən də Yasər özü də bilmirdi. Təsadüfi oldu, gözü doldu bu otağa girəndə. Mənə dedi ki, Vüsal, mən bu ziyarət qardaşımızla bir Çin-Çinə xidmət eləmişəm. Həqiqətən mənim üçün bir qürur verici oldu ki, mənim Çin yoldaşımın ocağında oldum. Ata, qarşında baş əyirəm. Siz elə bir atasız ki, qürurlu, başınızı dik tutaraq bu yaşda təki vətən sağ olsun deyən atalardansınız. Bugün sizin övladınızın qarşısında baş əyirik. İstərdim bir qəhrəman atası kimi 26 fevral Xocalı faciəsi günündə sizin ocaqda o da olub və sizlərdən söz götürməyi özümüzə borc bildik. Buyur. Allah sana Allah köməyini olsun, Allah var eləsin. Nə deyə bilək, Allah. Və onlar haqqını danışanda söz yoxdur demək. Onlar öz haqqında yazıb getdilər, tarix yazıb. Onların məqamı bəllidir. Bizim üçün onların təsadüfi
onların şərəfli ölüm idi. Biz bilirik ki, bu yerdə şərəfli ölüm. Şimdi biz o vaxt ölürsə, onlar yaddan çıxanda onu dumanda. Onları gələ biz xalq olaraq, millət olaraq, hökumət olaraq gələ yaddan çıxartmıyor. İnşallah çıxmaz. Allah bütün şəhid valideynlərimizə səbr əta eyləsin. Amin. Çünki Allah bizim bütün xalqımıza bir də belə müsibətlər bir təkrar verməsin. Amin. Allah ata-ananın bundan sonra belləri qırılmasın diye. Amin. Belləri ayrılmasın. Amin. Allah gəlinlərimizi, qızlarımızı dul qoymasın. Ata ağlama. Bu gün sənin oğlun adi bir şey üstə yox. Vətənin azadlığı uğrunda 30 il işğal altında olan torpağı düşmənlərin başını əzərək, əldə silah geri dönmədən, özü torpaq altında olsa da torpaq üzərində yaşayan gənclərimiz, ana bacılarımız rahat yaşasın deyə təki vətən sağ olsun dedi. Bu qalan övladın sənin o bugünkü gündə nişanlı oğlundan Allah xeyir versin. Qızımız da, bacımız da şəhid atası Azad əminin qızıdır. Zöhrab qardaşımızın bacısıdır. Allah ondan hər küzə xeyir versin. Hər küzə. Bəli, bəli. Allah xeyir versin. Nəvə nəticə yiyəsi olasız. Əlbəttə şəhidimiz Ziyarət qardaşımız. Zöhrab qardaşımız. Allah hamısının ruhunu şad eləsin, ruhları qarşısında. Başı. Onun bir yaxşı sözü var. Deyir, mənim sədaqətim, Mənim şərəfim. şərəfim. Var olasınız. Gəldik sizin ailədə olduq. Sağ olun. Sevindik və buradan bir sizin qonşuda Kamaz altında uşaq qalmışdı. Onlara da dəydik, həqiqi özümüzə borc bildik. Bir daha var olasınız. Gecəniz xeyrə qalsın. Allah sizləri var eləsin və sizin kimi şəhid ata analarla qürur hiss keçirdik. Sağ olun, Var olasınız. Allah Var. sənə can sağlığı. Sağ olun.